Abşeron rayon sakini 2008-ci il təvəllüdlü Bəhruz anası Solmazı qısqanclıq səbəbilə öldürüb. Solmaz evli və Bakıdakı məşhur ticarət mərkəzində xadimə işləyirmiş. Lakin bir neçə ay əvvəl ərini və uşaqlarını ataraq başqa kişi ilə qaçmışdı. Bəhruz bunu ailənin nüfuzuna və öz ləyaqətinə xələl gətirən rüsvayedici davranış kimi qiymətləndirib və qisas almağa qərar verib. O 2025-ci ilin mart ayında anası ilə əlaqəni bərpa edərək güya kirayə ev axtarmaq adı ilə Məmmədli kəndinə görüşə çağırıb. Daha sonra mətbəx bıçağı götürərək Salyan rayonundan Bakıya gəlib. O saat 17 radələrində anası ilə görüşüb və küçədə söhbət edərkən əlini bıçağa atıb. Bununla da qadına ümumilikdə 10 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Bəhruz Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla və təhlükəli üsul adam öldürmə maddəsi ilə ittiham olunub. O ifadəsində bildirib ki, əvvəlcə məqsədi anası ilə münasibəti düzəltmək olub. Lakin razılaşmayınca öldürmək qərarına gəlib. Bıçaq zərbələrini həddindən artıq əsəb və qısqanclıqla vurduğunu, əvvəlindən peşman olduğunu etiraf edib. O həmçinin qeyd edib ki, əvvəllər evdə problemlər olub. Amma anası getməmişdən əvvəl hər şey normal imiş. Bəhruz görüş üçün seçdiyi küçənin insansız olmasını nəzərə alaraq planlaşdırıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Bəhruza 7 il 6 ay azadlıqdan məhrum etmə cəzası verib. O cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.